İndi isə də ətraflı Azərbaycanda şəhid ailələri və qazilərə qayğı hər zaman dövlətin diqqətində olub. Xüsusilə postmüharibə dövründə onların sosial vəziyyətinin təkmilləşdirilməsi prosesi sürətlə irəliləyir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının bu nüansı xüsusilə vurğulaması ərazi bütövlüyümüzün uğrunda mübarizədə yaxından iştirak etmiş şəxslərin sosial ehtiyaclarının dövlətin diqqətində olduğunu bir daha təsdiqləyir. Bütövlükdə 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhid ailələri və müharibə əlillərinə 12.500 mənzil verilib. İndi Ermənistanda nə qədər verilib? 0. Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni biz əlbəttə ki, Ermənistanla özümüzü müqayisə etmək istəmirik heç cür, amma bu reallıqdır. İndi o qədər dünyada müharibələr olub. Bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə eləmirik ki, bununla öyünək. Ona görə eləyirik ki, bunu mənəvi borc bilirik və edirik və edəcəyik. Və bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək. Əlbəttə, ötən müddət ərzində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizələrdə hünər göstərmiş hərbiçilərimiz və qəhrəmancasına şəhid olan övladlarımızın ailələri diqqətdən kənarda qala bilməzdi. 2020-ci ilə qədər də şəhid ailələri və qazilərin sosial şəraitlərinin təkmilləşdirilməsi işi uğurla davam etdirilirdi. 44 günlük Vətən müharibəsindən sonra isə bu fəaliyyət daha intensiv hal aldı. Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir. Müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir və ümumiyyətcə bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır. Özü də bu boyda bizim qarşımızda işlər ola-ola. Nəzərə alsaq ki, Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng layihələr var, bu məqamda sosial müdafiə xərclərinin daha da artırılması nəinki bu sahədə dövlət dəstəyini, həm də Azərbaycanın gücünü nümayiş etdirir. Hərbiçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Bu haqda bir çox məlumatlar var. Həm hərbiçilərin xidmət şəraiti, həm mənzil şəraiti və Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qusursuz xidmət edən hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir. Onlardasa bir 90% yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb. Hərbi şəhərciklər, bazalar, deməli, hərbi təyinatlı yollar, infrastruktur, bu ağır iqlim şəraitində bunu biz edirik. Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.